Ramiz Beytevin bir dənə yaslı yapalaq villası var 8 milyona. Mən ona heç 8 qəpik də vermərəm o villaya. Amma elə həmən Badamdarda 8 milyonluq villa onun yanında toyuq damı oluşuyor. Öyrənsinlər görək o villaların hansı vəsaitlə tikilib. Valla bunlar çoxdan sevgililərinə 10 milyona villa bağışlayırlar. Yəni gör nə qədər pullar varsa. Öyrənsinlər sevgililərdə 10 milyonluq villa bağışlayırlar. Halal xoşları olsun. Biznesmen bunu edə bilər. Siz qızınızın rəfiqəsinə ev bağışlaya bilərsiniz. Çünki özəl fəaliyyət göstərsin. Sizə kimsə bir söz deyə bilməz. Amma maaşı 1000, 1500, 2000 manat olan məmur 5 milyona, 6 milyona villa da yaşayırsa, hansı vəsait hesabına yaşayır? Xahiş edirəm və tələb edirəm. Bu adamların mal varlıqları bir daha yoxlanmalıdır. Yoxlandıqdan sonra bu pullar köçürülməlidir. Uşaq evlərinə, bu pullar köçürülməlidir. Müdafiə Nazirliyinin hesabına, bu pullar köçürülməlidir müvafiq dövlət qurumlarına və ən əsası aztəminatlı ailələrə ödənişlər artırılmalıdır. Müəllimlərin, tibb bacılarının maaşları artırılmalıdır.